Siz meydandakı milyonlarla değerli olan ulduz futbolçuların her şeyi planla etdiyini düşünürsünüz. Yanılırsınız. Çünkü yaşıl meydanlarda bəzən taktikadan çox batil inanclar danışır. Stadionun pərdə arxasında məntiq bir kənarda qalır. Yerini isə illərdir gizli saxlanılan qəribə vərdişlər tutur. Gəlin dünya ulduzlarını dəli edən o gizli rituallara birlikdə nəzər salaq. Jamie Vardy'nin oyunlara hazırlaşma qaydası peşəkar diyetoloqların kabusudur. O hər maçdan əvvəl uğur tilsimi kimi yarım litr şərab içməyi dəyişməz qaydaya çevirir. Bununla da doymayan hücumçu gün ərzində 3 qutu enerji içkisi qəbul edərək orqanizmini süni gərginlikdən saxlayır. Vardy iddia edir ki, bu qeyri-adi rejim onun sürətinin və qol duyumunun əsl mənbəyidir. Pele üçün uğur konkret bir formaya bağlı idi. Bir dəfə sevimli formasını azarkeşə verdikdən sonra qol vura bilməyən əfsanə dərhal xüsusi dedektiv tutaraq həmin geyimini axtarmağa başlamışdı. Dedektiv ona köhnə formalarından birini tapdım deyə gətirdikdən sonra Pele'nin özünə inamı qayıtmış və qolları sıralamağa başlamışdı. Bu hadisə sübut edir ki, bəzən ən böyük ulduzlar belə sadə bir parçadan güc alır. İngiltərəli futbolçu Gary Lineker'in qəribəliyi isə isinmə hərəkətləri zamanı üzə çıxırdı. O, maçdan öncə qətiyyən qapıya zərbə vurmaz və hazırlıq zamanı topu tora göndərməkdən xüsusi olaraq qaçardı. Lineker inanırdı ki, hər bir futbolçunun hər oyun üçün cəmi bir neçə qolluq limiti var. O, isinmə zamanı vurduğu qolların bu limiti boşuna xərcləyəcəyindən ciddi şəkildə çəkinirdi. John Terry üçün uğur hər saniyəsi planlanmış sistem kimi idi. O, klub avtobusunda həmişə eyni yerdə oturmalı, eyni musiqini dinləməli və stadionda eyni tualetdən istifadə etməli idi. Terry bir dəfə oyundan öncə 50-yə yaxın kiçik batil inancı ard-arda yerinə yetirdiyini etiraf etmişdi. Onun üçün bir addımın belə səhv atılması meydandakı məğlubiyyətin siqnalı idi. Görünən odur ki, ən peşəkar ulduzlar belə gərginlik anında məntiqdən uzaq sığınacaqlar axtarırlar. Və sizin sevdiyiniz futbolçunun meydanda etdiyi hansı qəribə hərəkət hələ də sirr olaraq qalır?